Aysən müəllimə. Aktuallaşdırmada hafizə dediniz. Bəs motivasiyada nə oldu? Motivasiyada diqqətdir, aktuallaşmada hafizədir. Dərk etmədə həm təfəkkür var, həm də təxəyyül var, hamısı var. Ancaq tətbiq etmədə artıq yadında bildiyi qavrayışdır da, qavrayıb dərk eləyib ki, tətbiq edir, belə deyək. Oldu, sağ olun. Təxəyyüllə nə var dərk etmədə müəllimə? Təxəyyül. Təfəkkür də var, İndi bunun qavrayış da hansı var. testdə yazaq bunu? Müəllimə, sizə belə deyim də, sizə konkret deyəcək ki, məsələn, tutalım misalsa, deyəcək motivasiyada bu psixoproseslərdən ən çox öndə olan hansıdır? Məsələn, diqqət. Deyər ki, aktuallaşmada ən çox öndə olan nədir? Aktuallaşma bilirik ki, köhnə biliyinə yeni biliyi səsləndirmədir. O da hafizədir. Belə verilir. Yaxşı, dərsimizə başlayaq. Elə Vəfa müəllimə, sizlə davam edək. Bəli, müəllimə. Burada İnkişaf etdirici mühit. Müəllimə, inkişaf etdirici mühitin birinci funksiyalarını mənə sadalayın. 6 dənə funksiyası var. Müəllimə, fəallıq, stimullaşdırıcı funksiya, informasiya funksiyası, psixoloji sağlamlığın qorunması, təşkilatı funksiya, tərbiyəvi funksiya, inkişaf, bir də inkişaf funksiyası. Düzdür, tərbiyəvi funksiya, bir də inkişaf funksiyası. Müəllimə, təşkilati funksiya nədir? Təşkilatı elə bir ki, mobil, dinamik olmalıdır. Tərbiyəçi müəllim yaxın inkişaf zonası üzrə uşağın yaşı, fərdi xüsusiyyətləri, ehtiyacları, qabiliyyəti nəzərə alınmalıdır. Bu nə deməkdir? Yəni, deyək ki, mühit elə qurulmalıdır ki, mobil və dinamik olmalıdır. Burada tərbiyəçi müəllimə yaxın inkişaf zonasında, yəni uşağın yaş fərdi xüsusiyyətlərini, istək qabiliyyətlərini nəzərə almalıdır. Bir növ uşaq yönümlü. Bəli, didaktik prinsipə daha çox üstünlük verir. Yəni, inkişaf etdirici mühitin, belə deyək də, məzunu uşağın ehtiyacına, marağına uyğun neynəməlidir? Təkan verilməlidir, bəli, uyğun olmalıdır. Təşkilati funksiyanı mühit və, belə deyək, mobil dinamik olmalıdır. Bu üç sözü əzbərləsəm. Məsələn, orada düşər, sizə deyək ki, təşkilatı bu hansı funksiyadır ki, mühit və mobil dinamik olmalıdır? Bu təşkilati funksiyadır. Bizə desə ki, mühit elə bir mərkəzdir. Bəs bu hansı funksiya olar? Məkan? Bizə desə ki, mühit elə bir mərkəzdir ki, orada əməkdaşlıq əlaqələri var. Davranışlar, qayğıkeşlər, münasibətlər var. Orada əməkdaşlıq tərbiyəvi. Müəllimə, bu tərbiyəvi funksiyadır. Hansı funksiyadır? Tərbiyəvi funksiyadır. Bunların açar sözləri. Tərbiyəvi funksiya nə deməkdir? Elə mühit deyir, elə bir mərkəzdir, orada əməkdaşlıq əlaqələri. Əlaqələri, davranışla bağlı. Qayğıkeşlik. Münasibət, bəli. Davranışla bağlı qarşıkeş münasibətlər yaradılmalıdır da, sosiallıq olmalıdır. Mühit deyir, elə bir, belə deyək, mərkəzdə olmalıdır ki, əməkdaşlıq, yoldaşlıq, ünsiyyət, düzgün qoyulsun, davranışla da bağlı. Bu da tərbiyəvi funksiyadır. Bəs inkişaf funksiyası nə deyilir müəllimə? İnkişaf funksiyasında burada sadə formalardan mürəkkəbinə qədər inkişafın bir növü hansı didaktik prinsipə gəlir? Yəni, varislik didaktik prinsipinə. Sadə formadan mürəkkəbə qədər inkişaf, belə deyək də, davamlılığını təmin edən inkişaf funksiyasıdır. Uyğun olmalı. Yaxın inkişaf zonasında olmalıdır. Uşaq qrupda yaxın inkişaf zonası. Belə deyək də, aktual inkişaf zonasına uyğun olmalı və uşaq qrupda yaxın inkişaf. Aktual inkişaf zonası, bu Vygotsky'dəydi də, biz keçmişdik sizinlə. Yaxın inkişaf zonası odur ki, müəllimə köməklik göstərir, uşaq öyrənir. Aktual inkişaf zonası artıq uşaq özü sərbəst icra edir. Gördüyü işi artıq özü sərbəst edir. Yəni, heç kim kömək eləmir. Ta ki,
deyir ki, inkişaf funksiyasında da bax bizə onu demək istəyir. Deyir, yəni uşaq aktual inkişaf zonasına uyğun olmalıdır ki, yaxın inkişaf zonasından öyrənsin ki, aktual inkişaf zonasına tam sərbəst işini həll edə bilsin. Düzdür. Sonra informasiya funksiyası nə deyir müəllimə? İnformasiya funksiyasında da elə bir sadə formuladan mürəkkəbə qədər inkişafın Yox, davamlı. sadədən mürəkkəbə demirik burada. Belə deyək də, hər bir əşyanın belə deyək, informasiya ötürücüsü var. Müəyyən, məsələn, sosial təcrübə ötürmək İnkişaf var. funksiyası demişsiniz, müəllimə, inkişaf funksiyası. İnkişaf funksiyasında, bəli, dedikdə sadədən bura. İnformasiya funksiyası, müəllimə, inkişaf yox, informasiya. İnformasiya, məlumat, xəbər ötürmək deməkdir. Məlumat, o da məlumat demək. Hər hansı bir əşyanın elementindən İnformasiya ötürücüsüdür, müəyyən məlumatlar daşıyır və sosial təcrübənin ötürmə vasitəsinə çevrilir. Düzdür. Kompüterlərlə, Düzdür, kompüter, planşet ola bilər, televizor, telefon, hər bir şeyi, yəni İKT. İnformasiya funksiyası səriştələrdən İKT-yə aid, düzdürmü? Deyirik ki, İKT-yə uyğun olur. Bir də fəallığın sütunlaşdırma funksiyasıdır. Burada da elə açır söz fəal sözüdür. Yəni fəal iştirak etmək üçün materiallardan təqdim etmək məqsəd daşıyır. Uşaq müxtəlif material növlərinə fəal iştirak etmək üçün müxtəlif materiallardan istifadə edir. Təşkilati funksiya dedik, mobil və dinamik açar söz. İnkişaf funksiyasına dedik, sadədən mürəkkəbə. Tərbiyəvi funksiya dedik, davranış, əməkdaşlıq. Bax, bunlar açar sözdür. Bunları yadında saxlayın, cümlədə tapasınız. Tərbiyəvi funksiya nədir? Əməkdaşlıq, davranışla bağlıdır, qayğıkeşdir. İnkişaf funksiyasına sadədən mürəkkəbə, yəni uşaq aktual zonada olması üçün yaxın inkişaf zonasında olmalıdır. Təşkilati funksiya deyirik ki, mühit mobil, dinamik olmalıdır. Açar söz budur. Yəni, tərbiyəçi müəllimlə yaxın inkişaf zonası uşağın fərdi xüsusiyyətlərini, istəklərini, qabiliyyətlərini nəzər, meyl marağını nəzər, yəni bir növ uşaq yönümlü olmalıdır. Bir də var orada psixoloji sağlamlığın qorunması funksiyası. Bəs bu nəyi izah edir müəllimə? Psixoloji ətraf mühitdə uşağın emosional vəziyyətinə təsir edən vacib amildir. Düzdür. Yəni, ətraf mühit nə deməkdir? Uşağın ətrafında olan məzmunlaşdırılması. Düzdür. Həm kollektiv, həm də fərdi. Otağın tərtibatıdır. Bunlar hamısı ona aiddir. Məsələn, azad sahədən fərdi, yəni təşkil güşəsinə qədər yer tapmaq imkanı var. Burada psixoloji sağlamlığın qorunmasında. Azad sahə desə, təşkil güşəsi desə hansındadır? Deyirik, psixoloji sağlamlıq. Düzdür. Yaxşı, vaxtım olsa bunu da izin. Buram, kitablarım elə gündədir ki, hamısı. Niyə müəllimə? O qədər vərəqləmişəm ki, əpriyiblər. Kitablar Allah haqqı cırılır da. Sadədən mürəkkəbə dedik, inkişafdır. Mühit özü elə bir mərkəz olmalıdır ki, əməkdaşlıq olmalıdır, tərbiyəvi funksiya. Psixoloji sağlamlığın qorunması dedik, ətraf mühit elə emosional vəziyyətdə olmalıdır ki, uşaqlar həm kollektiv, həm də fərdi, yəni azad sahədən təşkil güşəsinin fəaliyyəti üçün əlverişli yer tapsın. Bir də müəllimə, mənə deyin görün, məktəbəqədər təhsil müəssisəsində təşkil edilən inkişaf etdirici mühitin neçə komponentli, neçə növü var? Burada daxili inkişaf etdirici, bir də xarici. Xarici. Daxili inkişaf etdirici mühit dedikdə nə başa düşürük? Elə ki, mərkəzlərdə qoyulan materiallar, kitablar, oyuncaqlar, həndəsi fiqurlar, bunlar mətbəxə aid olan oyuncaqlar, nə bilim, kağız, qələm, karton boyalar, bunlar hamısı elə bir ki, daxili inkişaf etdirici mühitə aiddir. Bunlar
Düzdür, çox doğrudur. Elm, bunlar cüşələrin uşaqların hamısı, əyani əli- vəsaitlər, əyani vəsaitlər, uşaqların əli olan çatan, mebel əli, avadanlıqları, əli bunlar çatan yerə daxili inkişaf qoymalıdır. etdirici, bəli, mühitə aiddir. Bəs müəllimə, cüşələri saya bilərsiniz mənə? Deyirik ki, daxili inkişaf etdirici mühitə cüşələr. Cüşələr Güşələrimiz saya çox da böyük qrupda bizdə də riyaziyyat Hı. güşəsi, kitab Aha, güşəsidir, elm güşəsi, aha, stol üstü oyunlar aha, güşəsidir, qum və su güşəsidir, oyuncaq aha, tikinti materialları güşəsi, aha. süjetli rollu oyunlardır da müəllim olur. Aha, sujetli rollu oyunlar cüşəsi, məişət Məişət təsərrüfatı cüşəsi, güşəsidir, milli güşəsidir, gəlinci, gəlinciq aha, güşəsi, nəqliyyat güşəsi, aha, təbiət güşəsi, riyaziyyat güşəsi dedim də onu. Bunlar ay, hamısı düzdür, bu çox gözəl güşələrə müəllimə, aid. çox gözəl. Müəllimə, bəs bu hansı cüşədir ki, ancaq məktəbə hazırlıqda olur? Bu güşələrdə məktəbə hazırlıq ən çox elə bunlar məktəbə hazırlıqda olur da müəllim bu sadaladığımız. Yox, əl niyə əməyi, ki, əl əməyi. əl əməyi, düzdür. Əl əməyi, hə, əl əməyi əsas hə onu demək. Curluyur, Coran boylu. Əl əməyi cüşəsi yadda saxlayın. Ən Mənim çox Vəfa müəllimə də görən boyludur. Hə, düzdür. onu bilmirdim, xırdalan kimi tanıyırdım Vəfa müəllimə. Burada yaşayırıq da. Mən oralıyam, atam anam oralıdır, ancaq biz burada yaşayırıq. Aha. Bəs müəllimə, cüşələr deyirik ki, ən azı neçə dənə olmalıdır? Məsələn, kitab cüşəsi rəfdə ən azı neçə dənə olmalıdır? Bizdə məbrum olan güşələr çoxdur müəllimə. Mən böyük qrupda işləyirəm. Və elə bir riyaziyyat güşəmiz var, kitab güşəmiz var. Riyaziyyat cüşəsinə əyani vəsait qoyuruq da, düzdürmü? Kitab cüşəsinə də kitablar qoyuruq da. Kitablar, Kitab cüşəsində ən azı neçə kitab olmalıdır? 8-9 müəllimə. elə bir ki, 8-9. harasa qrupda olan uşağın yarısı qədər kitab olmalıdır. Harasa 20 uşaqsa bir 10 dənə. Azı 8-9 kitab olur. Və onu da deyim ki, körpələr qrupunda da olur kitab cüşəsi. Sadəcə nağıla aid kitablar, şəkillər. Şəkillər üzrə belə dırmamaq üçün materiallardan istifadə olunur. Bəli. Bir də müəllimə, bu cüşələri belə deyək də, il boyu dəyişdirirlər, yoxsa dəyişilmir? Adları qalır da müəllimə şeydə. Elə bil. Məsələn, cüşələri məsələn də ilin əvvəli hazırladıq, yığdıq şkafa. Il boyu şkafda qalır, yoxsa dəyişilir? Birdən dəyişir də, biraz orası burası xarab Elə olanda. dəyişilir müəllimə. Cüşə il boyu eyni yerdə qalmamalıdır. Hə, dəyişir. Mən görürüm. Cüşələri valideynlər bizə kömək edib, onlar da cüşə təşkil edə bilərlər, yoxsa yox? Biz özümüz eləyirik güşələri, valideynlər. Eləməlidir, mənim kömək eləyirlər. Valideynlər də xüsusi cüşələr təşkil edib kömək eləməlidir. Əl işləri düzəldirlər, bizə cüşələr olmalıdır, bəli. Müəllimə, bu hansı cüşədir, təcrübə xarakteri daşıyır? Təcrübə xarakteri. Elm güşəsi. Halaldır, bu müəlliməyə halaldır. Elm. O dayanmadan oxuyur. Halal olsun bəslə. Araşdırır, axtarır, araşdırır. O durmur. O 50 pulusu keçəcək Allah qoysun. Bəs konstruktor hansına aid olar? Müəllimə, konstruktor oyunlar daha çox hansı cüşəyə olar? Konstruktor materiallarına aid də müəllim olar. Düzdür. Bəs estetik, idrac, tərbiyəvi əhəmiyyət daşıyan hansı cüşə olar? Burada gəlincik güşəsi də mən bilən o. Gəlincik də ola bilər, bir də təbiət cüşəsi ola bilər. Təbiət cüşəsi, hə, təbiət. Aha, təbiət cüşəsi. Doğrudur. Yaxşı. Bunları müəllimə dərsin qaydında dinləyin, təkrar baxın. Bunlar mənim açar sözlərimdir. Kitabda olanlar deyil. Oldu. Bəs daxili inkişaf etdirici mühitə dediyim mərkəzdə qoyulan materiallar, kitablar, oyuncaqlar, həndəsi fiqurlar olsun, mətbəxə aid oyuncaqlar olsun, kağız, qələm, kardon və s. plastilin, puzzlelar aiddir, düzdürmü? Bəs xarici inkişaf etdirici mühitə nə lazımdır, nə daxildir? Orada uşaq bağçasının həyətyanı sahəsidir. Həyətyanı sahəsi daxili məkanda, ora elə bil orada
həyətində oyun məkanları tətbiq olunur. Məsələn, sizin bağçanızın arxasında, yanında və ya da böyründə besetkası var. Uşaqlar üçün Bəli, çıxardırsınız. bəli, orada uşaqlar, Ha, o əlbəttə, besetka uşaqlar müəllimə oynayır. daxili xarici inkişaf etdirici mühitdir. Uşaqlara Hə, orada aparıb uşaqlar qumla, daşla, gillə belə oyun oynayırlar. düzdür. Ola bilər, ağacla ola bilər bağçanın həyət yanı, bitki də olar. Orada meyvə də ola qocaları bilər. olur. Tərəvəz də uşaqlar. əkə bilərsiniz. Tərəvəz də siz əkə bilərsiniz. O Olur. sizin Güllər əkirik biz uşaqlarla Aha. birlikdə uşaqlar. orada Orada daş, sürüyürlər. qum, gil olur da torpağın Hə. üstündə. Uşağın Uşaq əli oynayır. dəyədə təmasda olmalı Evet. uşaq. Olsa nə olur müəllimə? Xarici inkişaf etdirici mühitdir də. Xarici inkişaf Daşı, qumu, cili biz harda görürük? Həyətdə görürük də. Qurban Düzdür. otağında görmürük ki. Düzdür. Bəs müəllimə, çox gözəl. Mən bunu deməkdə məqsədim odur ki, açıqca deyirəm ki, müəllimə yadınızda salın. Yəni xarici inkişaf etdirici deyəndə, bağçanın həyət yanı sahələri deyəndə, besetkasıdır, gülüdür, böcəyidir, ağacıdır, bitkisidir. Orada meyvə də ağacdan meyvə də ola bilər. Tərəvəz də əkə bilərsiniz balaca bir torpaq sahəsində. O xarici inkişaf etdirici mühitə aiddir. Bir də müəllimə, məktəbəqədər təhsil müəssisəsində inkişaf etdirici mühitin komponentləri var. Onlar hansılardır? Fiziki mühit, zaman. Aha, fiziki. Zaman Sonra. mühiti, sosial mühit. Aha, fiziki mühit nə əhatə edir? Orada elə bir otaqda mebel əşyaların yerləşdirilməsi, dizayn, Aha, fəaliyyət düzdür. mərkəzləri. Fiziki mühit fiziki təhlükəsizlik qaydasına, inşa sahəsinə aiddir, düzdürmü? Orada dizayn, düzgün, mərkəzi material da qoymalıyıq ki, məsələn, mebel əyri qoysaq aşa bilər, təhlükə törədə bilər. Əşyanı düzgün yerləşdirmək fiziki mühitdir. Yəni otaqda mebel əşyalarını yerləşdirmək, dizayn, bəli, material daxildir, düzgün materiallar, kəsici, deşici, qırıcı, yandırıcı əşyalar olmamalıdır. Ya da fiziki mühitin elə fiziki inkişaf sahəsinin təhlükəsizliyinə aid olan mühitdir. Bəs zaman mühiti deyəndə? Zaman mühitində gün ərzində proses və fəaliyyətlərin vaxtı, müddəti və ardıcıllığıdır. Uşaqların adaptasiya müddəti. Bəli, adaptasiya daha çox gün rejimi deyək də. Gün ərzində görülən işlər. Məsələn, tezdən uşaqları qəbul edirsən. Aha, uşaqları qəbul edəndən sonra səhər yeməyi olur. Səhər yeməyindən sonra səhər tədris məşğələsi olur. Bax bu cür. Onlar izlənməlidir, onların davamlı. Vaxtın, uşağın vaxtını, asudə vaxtını deyirik səmərəli, düzgün istiqamətləndirirsə, bu da zaman mühitinə. Zaman elə o deməkdir, vaxt deməkdir, zaman deməkdir. Aha, bəs sosial mühit nədir müəllimə? Elə bir ki, qrup otağında olan əşyaları tərbiyəçi elə bir ki, psixoloq, qrup otağında olan yoldaşları, müəlliməsi, dayəsi, psixoloqu, belə deyək də, tibb bacısı, bunlarla olan təmasda olan uşaqlar sosial mühitdir. Məsələn, uşaq var ki, aha, əməkdaşlıq, dəstəkləyici ünsiyyət olmalıdır sosial mühitdə. Məsələn, uşaq var ki, psixoloqdan qorxur. Uşaq var ki, tibb bacısından qorxur. Qorxmamalıdır. Bir burada qızların, oğlanların deyək, hüquqlarının təmin olunması. Çox düzdür. Fiziki zorakılığın qəbul edilməsi. Məsələn, bəli, yəni hər birini qoruyub saxlamaq həm də bizim vəzifəmizdir. Heç bir uşağı fiziki, belə deyək, psixi zorakılığa məruz qoyulmamalıdır. Bu qədər, yaxşı. Mənə deyin görüm, zaman mühiti uşaqlarda neçə yaşında dərk edilir? 3 yaşında, yadda saxlanılır. Zaman mühitini, məsələn, 3 yaşında zaman mühiti bilirsiniz nə deməkdir? Deyirsən ki, uşağa, ana səni nə vaxt aparacaq? Deyir, dünən aparmışdı. Tam dərk eləyə bilmir də, amma 3 yaşında dərk eləyir orta qrupdan, belə də 3-4 yaşda. Desən ki, ana səni nə vaxt aparacaq? Deyir ki, anam məni günorta aparacaq və yaxud da bu gün aparacaq. Bir də dəstəkləyici təlim mühiti var. Bunu da sizlə sağollaşaq. Müstəqilliyinə imkan yaradır da, orada da deyə bilirsiniz, deyin. Uşaqların müstəqilliyinə imkan yaradır, onların təhsil uğurunu təmin edilməsinə baxımından xüsusi əhəmiyyət daşıyır.
Dəstəkləyici Müəllim mühitin uşağın komponenti qabiliyyətini hansı ki üç bucaq var idi ha? Qarşılıqlı hörmət, etibar. Aha, yerindən deməyəm. Məhz üç bucaq. Yəni ki, əməkdaşlıq. Bir müəllim, uşaq, valideyn arasında qarşılıqlı hörmət, ehtiram, bir-birinə münasibət. Müəllim uşağın qabiliyyətlərini inkişaf etdirməli, bacarıqlarını dərk etdirməlidir. Dəstəkləyici mühitin uğurlu olması üçün necə olunmalıdır müəllimə? yetərincə çeviklik, Aha. fərdi müftəviyyəyə Aha. hörmət, Aha, çətinlikdən qorxmamaq. Bax, müəllimə kollektivlə əməkdaşlıq etmək, Aha, sual cavab olunmaq istəmirdiniz. Deyirdiniz ki, müəllimə mən özünü də qrupda istəmirəm. inamlı hiss etmək, Ay, sağ ol. Özünü qrupda inamlı hiss etmək, qrupda digər müəllimlərlə birgə komandada işləmək. hazır Hazırda olmaq. dəfə müəllimə digər komandaya qoşulub müəllimələrlə birgə işləyirsən. Sual cavabı Biz elə neçə gündə o işi görürük. Çöldə komanda çəkirində müəllimə sizə dedim. Aha. Biz elə çöldə təbiətdə elə bir güllər əkirik, nə bilim, Aha, uşaqlarla eləyə birlikdə. bilərsiniz, bəli. Müəllimə yoldaşlarınızla Təbii ki- baxın həyət yanı sahəsində nəsə iş də görə Hə. bilərsiniz. Baxın daxili də görə Qarğıdalı əkmişdik, belə bir o stülləri belə taxdıq başına uşaqlarla elə bir ki, oyun kimi də, yay aktivisi kimi uşaq çox maraqlı idi. Həm Ola elə bir bilər, uşaq üçün də maraqlı bəli. müəllimə. Uşaq üçün də əlbəttə ki, təbiətə çıxanda hər hansı bitkini tanıyanda, müşahidə eləyəndə, elmi təcrübələr aparanda uşaqlarla, uşaqlar üçün də maraqlı olur. düzdür. Sonra Könül müəllimə yubanmayın, dərsin qaydına qulaq asarsınız. Dərsə yubanmayın, çalışın. Müəllim, axşamınız internetimiz işləmirdi, ona görə gec qoşuldum. Üzrlü sayın. Axşamınız. Narahat olmayın, amma dərsimizə müəllimə çalışın, dərsin qaydına qulaq asın. Çünki bu ağır dərslər. Oldu Yaxşı. müəllimə. Sağ olun. Yaxşı, Sağ ol. müəllimə, inkişaf belə deyək də, inkişaf etdirici mühitdə diqqət olunmalı məqamlar nə olmalıdır? Məsələn, deyə bilərsiniz. Diqqət etməli olunacaq məqam. Müəllimənin olsun, dayənin olsun, ən çox nəyə diqqət etməlidir? Öyrədici təlim mühitinə aid, yoxsa müəllimə? Elə bəli, inkişaf etdirici mühitdə, belə deyək də, dəstəkləyici olaraq diqqət olunmalı məqamlar var. Bax, bunlar deyim, yanğın təhlükəsizliyi. Bunu müəllimə də əvvəldən təhlükəsizliyi bilməlidir. Məsələn, yanğın hadisəsi baş verdisə necə etməlidir? Yanğın sonra sanitar belə deyək qovşağı. Sanitar qovşağı bilirsiniz də, belə deyək ki, hamam otağıdır. Hamam otağı. Təmiz gigiyena, sağlıqlı havalandırması kimə aiddir? Dayıya aiddir. Dayıya aid. O bizdə Əslində dayı təmiz olur. Xlorla təmiz Aha, təmizləməlidir. O məsələn xloru vurursa uşaq ora girməməlidir. Zəhərlənmə hadisəsi baş verə bilər. Onlara ehtiyatlı olmalıdır sanitar qovşağı. Sonra işıqlandırmalı olmalıdır, havalandırma sistemi olmalıdır. Sonra temperaturu olmalıdır. Yəni istiliyi, məsələn qrup otağın havalandırması, istiliyin, nəmişlik olması, nə bilim, nəmişlik, havası təmiz olsun. Bunlara çox dayəyə diqqət etməlidir. Hər bir qrupun dayəsi tezdən girib qrup otağın pəncərələrini açmalı, havalandırmalı, sanitar otağını açmalı və işıqlandırmalıdır. Xeyr, bu əslində o dayənin işidir. Yəni dayə müəllimədən qabaq gedir işə. Biz tez gedirik. Və siz gedirsiniz? Biz tez gedirik, otaqları açırıq, hər yeri. Sistemimiz indi o cürdür də, bizdə elə deyil. Bizdə sistem də tam fərqlidir. Birinci dayə işdə olmalıdır, sonra müəllimə uşağı qəbul edib qalxmalıdır yuxarıya. Düzdür. Sonra bundan sonra öyrədici təlim mühiti. Müəllimə, öyrədici təlim mühitinin xassələri hansılardır? Əşyavi mühit, informasiya mühiti, sosial psixoloji mühit. Aha, düzdür. Əşya mühit nədir? Elə bir uşaqlar əhatə edən müəssisə, daxil əşyalar, müəssisə, daxil avadanlıqlar, ləvazimatlar, daxil olan avadanlıqlar, mebellər olsun. Mebellər, kravat,
Sonra oyuncaq güşələr olsun, nə bilim, əyani güşələr. vəsaitlər olsun, odur da. Əşyanın mühit elə odur, bəli. Uşaqları əhatə edən müəssisənin daxilində əşyaların avadanlıqlardır. Bəs informasiya mühiti nədir? İnformasiya mühiti təlim prosesində həm müəssisədə, həm də ondan kənarda istifadə edilən uşaqlar tərəfindən davranıla bilən bütün məlumat mənbələridir. Daxili tərbiyəti Məsələn, tərbiyəsi dərslik ola bilər, əyani ola bilər, didaktik vəsaitləri ola bilər mətbuat, tərbiyəsinin. başqa Aha, adamlarla ünsiyyət, bədii, ensiklopedik məlumatlar, belə elm, kütləvi Düzdür. ədəbiyyat, aha, düzdür müəllimə. Müşahidə, teatr, muzey, sosial sərgi, psixoloji mühit. ekskursiya. Uşaqlara ekskursiya, gəzintinin özü də bax Bəli, müəllimə. bəli. İnformasiyadır. Yəni uşaq nəyisə öyrənir, müşahidə edir, görür, əyani baxır. Bunların hamısı informasiya mühitinə aiddir. İnformasiya kənarda istifadə edilən uşaqlar tərəfindən davranıla bilən bütün məlumat mənbələridir. Daxili tərbiyəti Məsələn, tərbiyəsi dərslik ola bilər, əyani ola bilər, didaktik vəsaitləri ola bilər mətbuat, tərbiyəsinin. başqa Aha, adamlarla ünsiyyət, bədii, ensiklopedik məlumatlar, belə elm, kütləvi Düzdür. ədəbiyyat, aha, düzdür müəllimə. Müşahidə, teatr, muzey, sosial sərgi, psixoloji mühit. ekskursiya. Uşaqlara ekskursiya, gəzintinin özü də bax Bəli, müəllimə. bəli. İnformasiyadır. Yəni uşaq nəyisə öyrənir, müşahidə edir, görür, əyani baxır. Bunların hamısı informasiya mühitinə aiddir. İnformasiya mühiti. Aha, düzdür. Bəs sosial psixoloji mühit? Sosial psixoloji mühitdə elə bir uşaqlar orada sosiallaşırlar da müəllim. Elə bir Elə təşkil olunmalıdır ki, real həyatla əlaqəli olsun. hə, Belə deyək də, tərbiyəçi, valideyn, uşaq münasibəti birlikdə düzgün olmalıdır, olmalı. qurulmalı. Yəni bir növ təlimə həvəs formalaşdırmaq təsir edir də sosial psixoloji mühit. Biri var ki, uşaq həvəslə bağçaya gələ, biri də var ki, həvəssizcə, hər gün ağlayır. Sosiallaşmalıdırlar da elə. Bəli. Bağçada müəlliməsini də sevməlidir, uşaqları da, yoldaşlarını da sevməlidir ki, uşaq hər gün bağçaya gəlsin. Düzdür. Öyrədici mühitdə deyirik elə təşkil olunmalıdır, tədrisin real həyatla əlaqələndirsin. Həm tədris, həm də sosial Həm xarakterli. öyrədici mühit, Aha. həm də ki, sosial olmalı. Bəli, informasiya mənbələrindən də sistematik şəkildə artıra bilsin. Çox doğrudur. Evə başqa bunu vermişdim, tənə vermişdim müəllimələr. Bunu vermişdik müəllimə. Buyurun müəllimə. Atmışdınız da bunu.